Əziz izləyicilərim, xoş gördük hər birinizi. 10-16 avqust həftəsi elə bir həftədir ki, sanki kainat bizə dayan, bir nəfəs al və həyatını yenidən nizamla deyir. Xüsusilə sevgi və pul mövzusunda bəzilərimizin üzü güləcək, bəzilərimiz isə vacib dərs alacağıq. Videoya keçməzdən əvvəl sizə ürəkdən bir çox sağ olun demək istəyirəm. Kanalımızın auditoriyası günü-gündən böyüyür və mən sizlərdən bir xahiş eləmək istəyirəm. Bu həftə gücümüzü bir daha göstərək və 5000 abunə həddini birlikdə keçək. Əgər hələ də bizi sadəcə izləyirsənsə, elə indi o abunə ol düyməsinə vurun ki, bu ailənin bir parçası olasınız. Və sizə bir sualım var. Bu həftə daxilinizdə ən çox nəyin həsrətindəsiz? Həqiqi bir sevginin, yoxsa maliyyə tərəfdən rahat bir nəfəs almağın? Bürcünüzü və fikrinizi rəylərdə mənimlə bölüşün. Hər birinizə tək-tək oxuyub cavab verəcəm. İndi isə keçək bürclərə. Qoç bürcü. Əziz qoçlar, bu həftə evdə sakitlik istəyəcəksiniz. Ailənizlə köhnə, üstü örtülmüş mövzular açılsa, coşmayın, sakitcə dinləyin. Evli qoçlar, yoldaşınızla aranızı kiçik inadkarlıqlara görə soyutmayın. Bəzən haqlı olmaqdansa xoşbəxt olmaq daha vacibdir. Subay qoçlar, gözünüzü dörd açın. Bu həftə gözləmədiyiniz bir andan, hətta sosial mediadan bir mesajla həyatınıza rəng gələ bilər. Beyninizi çox yormayın. Baş ağrılarınız ola bilər. Bu da sizdə gərginlik yaradar. Biraz yuxunuza diqqət edin. Əlinizə pul gələcək, amma gələn kimi də harasa xərcləməyə tələsməyin. Biraz büdcəni qoruyun. İşdə təşəbbüsü ələ almaq vaxtıdır. Göstərin ki, siz olmasanız o iş axsıyar. Çərşənbə və cümə günləri sizin uğurlu günlərinizdir. Nə vacib işiniz varsa, həmin günlərə salın. Bu həftə mən deyən olmalıdır. Təsliyinizdən uzaq durun. Əziz qoçlar, bu həftə qəzəbinizə yox, öz daxili ağlınıza güvənin. Hər şey siz istəyən kimi yoluna düşəcək. Buğa bürcü. Əziz buğalar, eviniz bu həftə sizin sığınacağınız olacaq. Evdə kiçik yeniliklər etmək sizə çox yaxşı təsir edəcək. Həyat yoldaşınızla daha isti, romantik axşamlar keçirmək üçün ideal vaxtdır. Aradakı soyuqluğu əridin. Subay buğalar, keçmişdə iz qoymuş biri qəfil ağlınızı qatışdıra bilər. Amma köhnə dəftərləri vərəqləməyə dəyərmi? Yaxşı düşünün. Sağlamlıqda boğazınızı qoruyun. Soyuq nəsə içərkən ehtiyatlı olun. Maliyyə cəhətdən rahat nəfəs ala bilərsiniz. Uzun müddətdir gözlədiyiniz o pul və ya borc məsələsi bu həftə çözülür. İşdə hər şey öz axarındadır. Stabil və rahat bir həftə sizi gözləyir. Çərşənbə axşamı maliyyə baxımından çox düşərli olacaq. Bu həftə komfort zonanızdan çıxmaqdan uzaq durun. Bu həftənin buğa bürclərinə olan məsləhəti. Dəyişiklikdən qorxmayın. Kainat sizə daha yaxşısını vermək üçün köhnəni təmizləyir. Əkizlər bürcü. Bacı qardaş və ya yaxın bir qohumunuzun səmimi dəstəyinə ehtiyacınız ola bilər. Onlardan uzaq durmayın. Münasibəti olan əkizlər. Sözünüzü deməzdən əvvəl 2 dəfə düşünün. Bəzən zarafatla dediyiniz söz qarşı tərəfi bərk incidə bilər. Subay əkizləri üçün, yeni tanışlıqlar üçün uğurlu həftədir. Ətrafınızda diqqət çəkəcəksiniz. Amma kimə etibar edəcəyinizi yaxşı seçin.
Sağlamlıqda sinir sisteminizi və yuxunuzu qaydaya salın. Telefonla çox vaxt keçirməyin. Boş-boş xırda şeylərə pul xərcləməyin. Həftə sonu daha vacib bir xərciniz çıxa bilər. Sözünüzün kəsərli olduğu həftədir. Yeni təkliflər üçün danışıqlar aparın. Bazar ertəsi gününün enerjisi sizinlədir. Bu həftənin bazar ertəsi sizin üçün uğurludur. Bu həftə hər eşitdiyiniz söhbətə inanmaqdan uzaq durun. Həftənin Əkizlər bürcünə olan məsləhəti. Əziz Əkizlər bürcü, ağlınız çox sürətlidir. Amma bu həftə ürəyinizin nə dediyinə qulaq asın. Xərçəng bürcü. Əziz xərçənglər, valideynlərinizin və ya evdəki böyüklərin duasına, xoş sözünə ehtiyacınız olacaq. Evdəki xırda anlaşılmazlıqları böyüdüb içinizə qapanmayın, açıq danışın. Yoldaşınız sizi anlayacaq. Subay xərçənglər, sizə həqiqətən dəyər verəcək, qəlbinizə toxunacaq biri ilə tanışlıq şansınız olacaq. Sağlamlıqda mədənizi incitməyin, emosional olanda yeməyə qaçmaq əvəzinə gəzintiyə çıxın. Maliyyə cəhətdən zəhmətinizin qarşılığını yavaş-yavaş alırsınız. Əlavə qazanc yeri görünür. Karyeranızda arxa fonda gedən söhbətlərə qoşulmayın. Öz işinizi sakitcə görün və parlayın. Cümə günü huzur tapmaq üçün möhtəşəm gündür. Bu həftə inciklikləri daxildə toplayıb özünüzü üzməkdən uzaq durun. Həftənin xərçəng bürclərinə olan məsləhəti. Əziz xərçəng bürcü, keçmişin yükünü çiyinlərinizdən atın. Sizi qarşıda çox gözəl bir gələcək gözləyir. Şir bürcü. Ailədə son sözü siz deyəcəksiniz. Amma liderlik edərkən amirənə yox, qayğıkeş olun. Yoldaşınıza qarşı egonuzu yox, sevginizi göstərin. İnanın, o zaman hər şey daha gözəl olacaq. Subay şirlər, ulduzunuz parlayır. Bu həftə girdiyiniz hər mühitdə gözlər sizin üzərinizdə olacaq. Sağlamlıqda ürəyinizi və belinizi həddindən artıq gərginlikdən qoruyun. Maliyyə cəhətdən pul gəlir, amma lüks həvəsiniz də artır. Balansı qorumağa çalışın. İşdə diqqət mərkəzində olacaqsınız. Rəhbərlik sizin bacarığınızı qiymətləndirəcək. Çərşənbə günü özünüzü göstərmək üçün ən yaxşı zamandır. Bu həftə hər kəsə yuxarıdan aşağı baxmaqdan uzaq durun. Həftənin şir bürclərinə olan məsləhəti. Əziz şir bürcü, parlaq işığından ətrafdakıları qızdır, amma heç kimin qəlbini yandırma. Qız bürcü. Evdə səliqə səhman, təmizlik və nizam yaratmaq bu həftə sizin ruhunuzu dincəldəcək. Yoldaşınızın xırda səhvlərini görüb tənqid etməyin. Biraz axışa buraxın. Subay qızlar iş mühitində və ya gündəlik təmasda olduqları birindən diqqət görə bilərlər. Sağlamlıqda həzm sisteminiz həssaslaşa bilər. Təbii qidalara üstünlük verin. Maliyyə cəhətdən hesabınızı bildiyiniz üçün bu həftə maliyyə tərəfdən sıxıntı yaşamayacaqsınız. Karyeranızda detallara verdiyiniz önəm sayəsində gözdən qaçan böyük bir səhvi tutub təqdir alacaqsınız. Cümə axşamı planlarınızı həyata keçirmək üçün ideal gündür. Bu həftə hər şeyi mükəmməl etməyə çalışıb özünüzü yormaqdan uzaq durun. Həftənin qız bürclərinə olan məsləhəti. Əziz qız bürcü, həyat hər zaman planlaşdırdığın kimi getməyə bilər. Nəticə sənin xeyrinə olacaq. Tərəzi bürcü. Ailə daxilində gözəl, səmimi söhbətlər olacaq. Bir-birinizə dayaq olduğunuzu hiss edəcəksiniz. Münasibətdə harmoniya və sevgi bərpa olunur. Birlikdə kiçik bir gəzinti sizə xoş təsir edəcək. Subay tərəzilər, dostlarınızın vasitəsilə yeni biri ilə tanış ola bilərsiniz. Kim bilir, bəlkə də axtardığınız insandır.
Sağlamlıqda böyrəklərinizi qoruyun. Gün ərzində bol su içməyi unutmayın. Ortaq işlərdən və ya yoldaşınızın dəstəyi ilə əlinizə pul gələ bilər. Diplomatik diliniz sayəsində iş yerindəki gərginliyi həll edən tərəf siz olacaqsınız. Şənbə günü sosial həyat və görüşlər üçün mükəmməldir. Bu həftə başqaları inciməsin deyə öz istəklərinizi batırmaqdan uzaq durun. Həftənin tərəzi bürclərinə olan məsləhəti: əvvəlcə öz daxili tərəzinizi düzəldin, sonra başqalarının xoşbəxt olmasına çalışın. Əqrəb bürcü: ailədən kiməsə maddi və ya mənəvi böyük bir dəstək göstərməli olacaqsınız. Evlilikdə şübhələri və qısqanclığı bir kənara qoyun. Münasibətinizə güvənməyi öyrənin. Subay əqrəblər, çox sirli və maraqlı biri sizi valeh edəcək. Yeni bir tanışlıq qapıdadır. İmmunitetinizi qoruyun. Daxili gərginliyi idmanla və ya gəzinti ilə çıxarın. Gözləmədiyiniz bir yerdən pul gələ bilər və ya gəlirli bir fikir ağlınıza gələ bilər. İşdə heç kəsə sirrinizi verməyin. Öz strategiyanızı sakitcə həyata keçirin. Çərşənbə günü vacib qərarlar üçün çox uğurludur. Bu həftə intiqam və ya kin bəsləməkdən uzaq durun. Həftənin əqrəb bürclərinə olan məsləhəti: əziz əqrəb bürcü, böyük gücün var. Bu gücü keçmişin yaralarına yox, gələcək uğurlarına xərclə. Oxatan bürcü: evdəkilərlə birlikdə səyahət və ya gəzinti planlaşdıra bilərsiniz. Çox əyləncəli keçəcək. Yoldaşınızla yeni ortaq həvəslər tapın. Monotonluqdan çıxmaq vaxtıdır. Subay oxatanlar, uzaq yoldan, başqa şəhərdən və ya təhsillə bağlı mühitdən yeni bir sevgi şansı var. Sağlamlıqda oynaqlarınıza və ayaqlarınıza diqqət edin. Özünüzü çox yormayın. Maliyyə cəhətdən səyahət və ya təhsillə bağlı xərclər çıxa bilər, amma sizə dəyərli təcrübə qazandıracaq. Karyeranızda perspektivli yeni qapılar açılır. Risk etməkdən qorxmayın. Cümə axşamı günü sizin şans tərəfinizdə olacaq. Bu həftə əməl edə bilməyəcəyiniz böyük sözlər verməkdən uzaq durun. Həftənin oxatan bürclərinə olan məsləhəti: əziz oxatan bürcü, daxilindəki o uşaq enerjisini saxla. Optimizmin sənə bütün qapıları açacaq. Oğlaq bürcü: ciddi ailə məsələlərini həll etmək yenə sizin çiyinlərinizə düşəcək. Amma öhdəsindən gələcəksiniz. Evlilikdə yoldaşınıza qarşı soyuq davranmayın. O sizin sərt qabığınızın altında olan o yumşaq qəlbinizi görmək istəyir. Subay oğlaqlar iş mühitində ciddi, etibarlı və onlara dəyər verəcək biri ilə münasibət yarada bilərlər. Sağlamlıqda sümüklərə, dişlərə və soyuq dəyməyə diqqət edin. Özünüzə qulluq edin. Maliyyə cəhətdən pul məsələlərində çox dəqiqsiz. Bu həftə bunun bəhrəsini görəcəksiniz. Bank, kredit işləri həll olur. Zəhmətinizin rəhbərlik tərəfindən qiymətləndiriləcəyi bir həftədir. Çərşənbə axşamı rəsmi görüşlər üçün mükəmməldir. Bu həftə ancaq iş haqqında düşünüb həyatın gözəlliklərini qaçırmaqdan uzaq durun. Həftənin oğlaq bürclərinə olan məsləhəti: əziz oğlaq bürcü, biraz dincəl. Dünya sənin çiyinlərində durmur. Özünə vaxt ayırmağa haqqın var. Dolça bürcü: ailənizə yeni və fərqli ideyalarınızla ilham verəcəksiniz. Evdə ab-hava dəyişir. Evlilər bir-birinizə şəxsi məkan tanıyın. Azadlığınıza hörmət edildikcə sevginiz daha da artacaq. Subay dolçalar,
Sıradan olmayan, dünya görüşü ilə sizi təəccübləndirən biri diqqətinizi çəkəcək. Qan dövranınıza və ayaq biləklərinizə diqqət edin, bol hərəkət edin. Maliyyə cəhətdən dostlar və ya komanda işi sayəsində əlinizə əlavə pul gələ bilər. Karyeranızda yaradıcı fikirlərinizlə iş yerində fərqlənəcəksiniz. Orijinal olun. Bazar ertəsi günü ideyalarınızı təqdim etmək üçün əladır. Bu həftə insanlardan tamamilə uzaqlaşıb, özünüzə qapanmaqdan uzaq durun. Həftənin dolça bürclərinə olan məsləhəti. Əziz dolça bürcü, fərqli olmaqdan çəkinmə. Sənin o özünə məxsusluğun ən böyük gücündür. Balıqlar bürcü. Evinizdə səmimiyyət, huzur və sevgi hakim olacaq. Ailənizin yanında dincələcəksiniz. Yoldaşınızla çox şirin, romantik anlar yaşayacaqsınız. Köhnə inciklikləri silin. Subay balıqlar, ruhi olaraq sizi tamamlayan, hisslərinizi duyan biri qarşınıza çıxa bilər. Sağlamlıqda immunitetinizi gücləndirin, yuxunuzu tam alın və çox stressə girməyin. Maliyyə cəhətdən xərcləriniz artsa da, kainat sizə ehtiyacınız olan bərəkəti yetirəcək. Karyeranızda intuisiyanız işdə sizə doğru yol göstərəcək. İş hissinizə güvənin. Cümə axşamı günü mənəvi baxımdan çox güclüdür. Bu həftə xəyal aləmində yaşayıb real həyatı unutmaqdan uzaq durun. Həftənin balıqlar bürcünə olan məsləhəti. Əziz balıqlar bürcü, dualarının və arzularının arxasınca get. Kainat sənin səmimiyyətini cavabsız qoymayacaq. Əziz izləyicilərim, 10-16 avqust həftəsinə olan proqnozumuz belə idi. Ümid edirəm ki, hər birinizin qəlbinə bir işıq saça bildim. Mütləq rəylərdə öz bürcünüzü yazın. Bu həftə ürəyinizdən keçənləri bölüşün. Mən hər bir rəyi tək-tək oxuyuram. Videonu bəyənib yaxınlarınıza göndərməyi və 5000 abunə yolunda kanala abunə olmağı unutmayın. Özünüzdən müğayyət olun. Dualarınız qəbul, həftəniz nurla dolsun. Növbəti videolarda görüşənədək ulduzunuz daim parlasın.